Axirət həyatını tam olaraq biz qururuq. Axirət həyatı, yəni bizim içimizdə olan fəzilətlər. Biz bura o fəzilətləri çiçəkləndirmək üçün gəlmişik. Qiyamətdə 100 dəfə deyəcəyik ki, kəş qayıdardıq dünyaya, indi başa düşdüyü neynəməliyik. Orada ki, görəcəksən, hər kiçik hərəkətin bura təsiri var imiş, başdan ayağa səndən asılıymış, onda ayılacaqsan ki, indi başa düşdüm, kəş məni qaytarsınlar, indi bilərəm necə eləyərəm. Onda insan başına döyür. Heç mən özümə bu qədər dəyər vermirdim ki, mənim hər addımımın bu aləmə bu qədər təsiri var imiş. Biz orada onu başa düşəcəyik. Dünyaya bunun üçün gəlmişik ki, içimizdə olan o potensialı inkişaf elətdirək, yeni fəzilətlər törədək, yaradaq, yaradıcılıq xastı insana. İnsan bunun üçün dünyaya gəlib. Və bütün bu daxili vəziyyətimiz axirət həyatımız deməkdir. Amma biz gəlmişik müşkül həll eləmək istəyir. Ancaq dünyada filan çətinliyim var, filan müşkülüm var. Elə bilirik ki, bu müşküllər həll eləməkdir bizim nəhayət məqsədimiz. Təbii ki, bir daha deyirəm, insan dünyadakı çətinliklərini həll eləməlidir. Amma ki, o çətinlikləri həll eləmə prosesi özü də axirəti qurmaq üçündür. Yenə də gedib bir ucu axirətə çıxmalıdır, Allahın rizasına bağlanmalıdır.